General-mayor Polad Həşimov şəhid olandan sonra hər bir Azərbaycanlı gənc kimi mən də ordu sıralarına könüllü olaraq qoşulmağa cəhd göstərdim. Mən də şəhidlərimizi gözə alaraq, qazilərimizi gözə alaraq, içimdə vətənpərvərlik hissi olan bir gənc kimi döyüşlərə qatılmaq istirdim. Allah Taala da mənə bunu nəsib elədi. Yenə də Allahıma sonsuz sayda şükürlər olsun ki, bugünkü gündə ailəmin, yaxınlarımın yanındayam. Mən Bağırlı Behruz Mövsümoğlu 31 avqust 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. Orta məktəbi Sumqayıt şəhər 18 saylı Fəxrəddin Piriyev adına tam orta məktəbdə davam etdirmişəm. 9 illik təhsili bitirdikdən sonra Sumqayıt Dövlət Texnik Kollecinin Gömrük Ekspert və Analiz Fakültəsinə qəbul olmuşam 2007-ci ildə. Tələbəlik həyatı ilə 2010-cu ildə vidalaşıb həqiqi hərbi xidmətə yollanmışam. Həqiqi hərbi xidməti Naxçıvan Muxtar Respublikasında ensaylı hərbi hissədə çəkmişəm. Hərbi xidmətdə olduğum müddətcə bir neçə dəfə xidmətimlə bağlı fərqlənmişəm. İstər postda olanda, istər belə vəzifə borclarında seçilmişəm. Həqiqi hərbi xidməti 2011-ci ildə başa vurub ehtiyata buraxılmışam. Ona qədər ehtiyata buraxıldıqdan sonra bir neçə mülki işlər işləmişəm. Nəhayət 2014-cü ildə gizir hazırlıq kursuna öz istəyimlə müraciət eləmişəm. Kursu ekstern imtahan verib keçmişəm. Müəyyən səbəblərdən dolayı öz istəyimlə yenə ordu sıralarından uzaqlaşmışam. Yenə mülki həyatda müəyyən işlərdə işləmişəm, istər Azərbaycanda, istər qardaş ölkə Türkiyədə. 2019-cu ildə Azərbaycan Kazaklar İttifaqında baş gizir vəzifəsinə yüksəlmişəm. Xidmətə təzə başlamağıma baxmayaraq, mənfur düşmənin təxribatları nəticəsində 2020-ci il yay döyüşləri başladı. Hansı ki, o döyüşlərdə General-mayor Polad Həşimov şəhid olandan sonra hər bir Azərbaycanlı gənc kimi mən də ordu sıralarına könüllü olaraq qoşulmağa cəhd göstərdim. Hətta öz xidmət etdiyim quruma bildirdim ki, bəs döyüşlərə qatılmaq istəyirəm. Mənə bildirdilər ki, bəs biz cənab prezidentdən sərəncam gözləyirik, əmr gözləyirik ki, biz də döyüşlərə qatılaq. Bir müddət gözlədikdən sonra mən yenidən müraciət elədim və 10 oktyabr tarixində mən könüllü olaraq döyüşə getdim. Ordu sıralarına getdim, qoşuldum. İlk öncə bizi Ağcabədiyə apardılar. Oradan mən Bakının həmləsinə seçildim. Necə ki, 2010-cu ildə əsgərlik dövrü xüsusi əməliyyatlar taborunda olmuşdum. Eləcə də qədər qismət 2020-ci ildə mən xüsusi əməliyyatlar taborunda yer aldım. Fərqi yoxdur, əsgər olum, xüsusi rütbəli olum. Önəmli olan məqsədim, amalım biri idi ki, cənab prezidentin də dediyi kimi bizim yolumuz haqq yoldur. Mən də şəhidlərimizi gözə alaraq, qazilərimizi gözə alaraq, içimdə vətənpərvərlik hissi olan bir gənc kimi döyüşlərə qatılmaq istirdim. Allah Taala da mənə bunu nəsib elədi. Füzulinin azad olunması, Cəbrayılın azad olunması, Xocavəndin azad olunması ilə medallar ilə təltif olunmuşam. İlk öncə biz Füzulidə tam döyüşə girmədən öncə Füzulidə zabit gizir heyətinin təlimlərinə cəlb olunduq ki, hansı ki, orada döyüş haqqında, döyüş taktiki əməliyyatlarına cəlb olunduq. Müharibədə nə etməliyik, düşmənə hansı cür yanaşmalıyıq. Bu kimi hərbi sirlərə yiyələndikdən sonra bizi Füzuli istiqamətindən döyüş əməliyyatlarına apardılar. Orada bir çox kəndin azad olunmasında iştirak elədik. Füzuli istiqamətində döyüşə girərkən orada biz düşmən, necə deyirlər, təxribatından, düşmənin məhv elədiyi Azərbaycan torpaqlarındakı evləri gördükcə
həqiqətən içimizdə düşmənə olan kin, nifrət daha da artırdı. Füzulidə bir çox yerlərdə əməliyyatda, bir çox kəndlərdə əməliyyatlarda iştirak elədik. Füzulidə olarkən bizim 3 döyüş yoldaşımız, qardaşımız şəhid oldu. Onlar hansı ki, adlarını seçmək istəyirəm. Ağayev Akşin, Sarıyev Samir, Umudlu Elmir. Allah Taala hər üç qardaşıma rəhmət eləsin, məkanları cənnət olsun. Ümumilikdə bütün şəhid qardaşlarıma Allah Taala'dan rəhmət diləyirəm. Həmin günü çox ağır keçdi bizim üçün. Yəni ki, düşünün ki, çörək kəsdiyimiz insan birdən-birə aramızdan yox olur. Yəni ki, onu biz elə insan olmuşuqsa, onu mən təsəvvür edə bilmirəm ki, ailəsi necə olur. Yəni ki, hansı ab-havaya düşür, necə olur, hansı hisslər keçirdir. Çox kədərləndik, amma yenə də sınmadıq. Yenə də döyüş əməliyyatlarına davam elədik. Dilağardı kəndinin azad olunması düşməndən. Ondan sonra karyer istiqamətində döyüşlərə cəlb olunduq. Karyerin azad olunmasında iştirak elədik. Nəhayət 2 noyabr Xocavənd istiqamətində bizə əmr gəldi ki, orada düşmənə məxsus Azərbaycan torpağında inşa olunmuş hərbi hissə var. Həmin hərbi hissəni düşməndən azad etmək lazımdır. Biz həmin hərbi hissəyə əməliyyatına, daha doğrusu 45 nəfər şəxsiyyətlə qatılmışdıq. Az bir, yəni ki, sayda şəxsiyyətlə qatıldıq. 3 saatlıq bir əməliyyatın nəticəsində həmin hərbi hissəni düşməndən azad elədik. Azərbaycan bayrağını sancdıq həmin hərbi hissəyə. Ondan sonra bizə tapşırıq gəldi ki, bəs Xocavənd istiqamətində biz hərəkət eləməliyik. Yüksəklik var, orada mövqelənməliyik və yaxın məsafədən təmasa girəcəyik. Döyüş əməliyyatlarına qoşulacağıq. Eləncə də oldu. Orada da yaralı, şəhid verdik. 4 noyabr tarixində yaxınlığımda, 3 metr yaxınlığımda 120-lik minamətin partlaması nəticəsində mən yaralandım. Çox istəyərdim ki, qalam iştirak edeyim, yəni döyüşün sonuna qədər Şuşa əməliyyatına kimi iştirak edeyim. Allah Taala'nın qədəri qisməti buydu ki, Behruz bu istiqamətdə artıq yaralanacaq. Yəni bunun vəzifəsi bura qədərdir. Yəni də demək istəyirəm ki, Allah Taala şəhidlərimizə rəhmət eləsin. Onların əziyyəti çox oldu. Eləcə veteran qardaşlarımıza Allah can sağlığı versin. Onların da əziyyəti çox oldu ki, biz yaralanan vaxtı, digər qardaşlarımız şəhid olan vaxtı onları döyüş nöqtəsindən, döyüş əməliyyatı şəraitindən çıxardıb arxa cəbhəyə kimi, yəni ki, gətirib çıxardırdılar. Onların həqiqətən əziyyəti çox oldu veteranların. Deməli, biz bayaq dediyim kimi noyabrın 2-si həbs əməliyyatı keçirdik. Ondan sonra bizə bildirdilər ki, bəs müəyyən bir məsafə sonra yüksəklik var. Orada biz mövqelənməliyik. Həmin yüksəkliyə biz çatdıqdan sonra bizə bildirildi ki, biraz istirahət eləyin, yaxın bir məsafədən qaynar döyüşə cəlb olunacaq. Yəni ki, düşmən tərəfi ilə üzbəüz gələcək, silahlı münaqişə olacaq, atışma olacaq. Və təzə başımı daşın üstə qoyub gözümü yumdum ki, biraz gözlərimin acısını alım. Bir anlıq, yəni ki, bilmirəm bu kiminsə başına gəlib, gəlməyib. Amma yəni ki, mən bunu yaşamış bir insan kimi deyirəm ki, bir ağ üzlü, ağ saqqal, yəni ki, saçı uzun bir kişidir, əlində dəyənəyi olan. Yəni mənə bildir ki, vaxt çatıb, sən gedirsən, hazırlaş. Bunu dedikdən sonra, yəni ki, partlayış səslərinə, yəni ki, gözümü açdım. 1-2 saniyə çəkmədi, yəni o şeyi yaşadığım. Partlayış səsinə, yəni ki, tank, top, digər xırda çaplı, iri çaplı silahların səsinə ayrıldım. Ki, yəni, həqiqətən artıq həyatım bir anlıq orada düşündüm ki, həyatım elə bura qədər imiş. Amma həmən gün yaralanmadım. Həmən gün döyüşdük, yaralı verdik.
Amma onun səhəri günü, səhəri yaxın daha doğrusu 4 noyabr tarixində 3 metrliyimdə düşmən tərəfindən atılmış 120-lik minomyot nəticəsində mən yaralandım. Yəni sol göz, sol sifətin kəsiyi, çapığı, başda qatmayı, boyun fəqərəsində diskdə sürüşmə, onurğada zədələnmə kimi xəsarətləri mən aldım. Yenə də Allahıma sonsuz sayda şükürlər olsun ki, bugünkü gündə ailəmin, yaxınlarımın yanındayam. Əsgərlikdə olarkən bir tabor komandirim var idi. Bizə deyirdi ki, biz sizə hərbi xidmətdən əlavə düşməni öldürməyin yollarını öyrədirik. Bunu mülki həyatda tətbiq eləməyin. Sadəcə olaraq bir fikriniz olsun ki, mən düşməni öldürürüm. O mənim üzərimdə qələbə çalmasın. Mən onu üzərində qələbə çalım. Yəni onun dediyi sözlər, yəni bugünkü gündə də qulaqlarımda cingildəyir ki, yəni həqiqətən belə bir zabitdən, belə bir komandirdən, yəni ki, nələrsə öyrənmək mənim üçün böyük fəxrdir ki, yəni, onun dediyi sözlərə əməl eləyib, deyir, təlimdə tər tökən, döyüşdə, yəni ki, öz qanını tökməz, qarşı tərəfin qanını tökür. Təlimdə, yəni ki, uğurlu nəticə göstərən şəxs döyüşdə də o şeyi göstərir. Yəni, olurdu, misal üçün, döyüş yoldaşlarından kimsə nəyisə bilmədiyi təqdirdə göstərirdim, eləyirdim. Yəni, bilməmək eyib deyil, bilməyib öyrənməmək eyibdir. Mənə görə bu belədir. Şəhid ailələrinə Allah Taala'dan səbir diləyirəm. Mən hər zaman şəhid məclislərində olan zaman ailələrinə yaxınlaşıram. Yəni ki, bəzən öz istifadə etdiyim mobil nömrələri verirəm ki, hər zaman yanınızdayam. Düzdür, mən onların övladlarının yerini verə bilmərəm. Amma ən azından mənəvi olaraq, istənilən bir cəhətdən mən onların yanındayam. Yəni ki, desələr ki, gözünü ver, verərəm. Mən kişiyəm. Mənə eyib deyil. Yəni ki, onlar bu vətən uğrunda öz övladlarından olublar. Mən də onlara bir övlad, eləsi var, birinə qardaş, birinə, necə deyərlər, ata, məndən yaşda balacalara əmi, dayı. Yəni, çalışıram ki, necə deyərlər, onların o kövrək qəlbinə bir yol tapam, yanlarında olum, dərdini dinləyim, problemi varsa gücüm yetdiyi qədərilə problemini həll edim. Qazilərə də onu deyə bilərəm ki, Allah Taala hər birinə şəfa versin. Yəni ki, bu vətən uğrunda qazi olmuşuq. Yəni ki, qanımızı töküb, yəni ki, istər-istəməz, yəni ki, bu yola girmişiksə, hər şey göz almışıqsa, bu şey yaşadıq biz. Yəni ki, müəyyən əzalarımızdan olmuşuqsa, bu bizim üçün bir şərəfdir. Bu adı da daşımaq özü bir ağır bir işdir. Yəni ki, biz elə bir hərəkət eləməliyik, elə bir, necə deyərlər, örnək olaq. Yəni ki, ən azından cənnətdə şəhid qardaşlarımızı görməyə Allah Taala bizə nəsib eləsin. Elədiyimiz hərəkətlərin sayəsində ki, savab işlər görmək lazımdır. Yəni ki, dövlətin yanında olmaq lazımdır. Kimlərinsə fitnəsinə, fəsadına uymamaq lazımdır. Yəni ki, bugünkü gündə bəli var, müharibə vaxtı yoxa çıxan insanlar bugünkü gündə yenidən peyda olublar ki, bu belədir, o belədir. Vallahi belə götürəndə mənə bu ev atamdan, anamdan qalmayıb. Yəni, bu evi mənə Cənab Prezidentin göstərişinə uyğun olaraq Sosial Xidmətlər Agentliyi təqdim edib. Allah razı olsun Cənab Prezidentimizdən, dövlətimizdən. Ondan sonra pensiya alıram, min şükür, ac deyiləm, açıqda deyiləm. Yeri gəldiyi zaman bayramlarda ərzaq təminatı olur. Başımız sıxışdığı zaman, yəni ki, maddi ehtiyacımız yarandığı zaman Cənab başçısı, Sumqayıt şəhər icra başçısı Cənab Zakir Fərəcova müraciət edirik, səyyar görüşlər cəlb olunuruq, orada problemimizi dilə gətiririk. Sağ olsun, hər cür
yəni ki, dəstəyi bizə göstərir. Yəni mənə görə birin qədrini bilməyən 5-in qədrini ümumiyyətlə bilməz. Məsəl üçün, bugün üçün də siz mənə belə deyim, bir dənə konfet verin, həddindən artıq dadlı, şirin, ləzzətli. Mən onu yeyib sizə çox sağ ol deməyəcəmsə, bundan sonraki vaxtda siz mənə başqa vaxt tarixlərdə nəsə yeməyim olsun, başqa bir şeyim olsun verin. Mən onların ümumiyyətlə qədrini bilməyəcəm. Yəni dediyim kimi, birin qədrini bilməyən 5-in qədrini heç bilməz. Sizin də gələn ayaqlarınız var olsun ki, gəlirsiniz, şəhid ailələrini işıqlandırırsınız, qaziləri işıqlandırırsınız, ictimaiyyətə təqdim edirsiniz, haqqınızı halal edin. Allah Taala hər zaman işlərinizi avand eləsin. Mən düşünürəm ki, yəni ki, bu çəkdiyiniz əziyyətin əlbət Allah Taala tərəfindən mükafatını alacaqsınız. Minnətdaram. Əziyyəti keçən hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Salam olsun Azərbaycan xalqıma, Azərbaycan xalqımın qəhrəman evladlarına. Bugün biz yenə bir qəhrəmanımızın, yenə bir qazimizin vətən uğrunda sağlamlığından, canından, gələcəyindən keçən bir oğlumuzun, Behruz Bağyelinin ailəsinin qonağıyıq. Mən fəxr edirəm ki, belə bir oğlumuzla işğalda olan torpaqlarımızı bizə qaytaran, özümüzünkü eləyən, onu xilas edən igid oğullarımızdan biri Behruzumuzun evindəyik. Mən şadam ki, belə bir qəhrəmanımızı tanıyıram. Özümüzlə bərabər müqəddəs Quran kitabımızda gətirdik ki, bu evə, ailəyə düşərli olsun. Öz gəlişi ilə xoşbəxtlik, səadət, bol ruzu bərəkət, sevgi dolu həyat gətirsin, əmin-amanlıq gətirsin. Dəyərli qardaşım, bu kitabı sizə hədiyyə edirik. Ümidvarıq ki, evinizin ən gözəl, ən dəyərli köşəsində özünə yer tutacaq. Təbii ki, elədir. Yenə üzümü tuturam Qafqaz Müsəlmanlar İdarəsinin rəhbərliyinə, 114 TV kanalının rəhbərliyinə, bütün kollektivə, əziyyəti olan hər bir kəsə. Çox sağ olun, var olun, şəhidlərimizə, qazilərimizə dəyər verirsiniz. Onları unutmağa qoymursunuz. Onların keçdiyi qəhrəmanlıq tarixçəsini, qəhrəmanlıq yolunu çəkib əbədiyyətə həcc edirsiniz. Şəhidlərin ruhu qarşısında baş əyirəm, qazilərimizə şəfa diləyirəm. Allah xalqımızı, ordumuzu, millətimizi qorusun. Bir də xalqımız evlad itkisi ilə, vətən itkisi ilə sınağa çəkilməsin. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycanın rəşadətli ordusu.